Alo. Bütün maşın, gülçin maşın. Alo. Bəli. Müəllim, mənəm, Şəmidi narahat eləyən. Nətər eləyək indi o, harda oturaq biz? Aha. Ey, narahat olmuyor, o haqq hesab söhbətləri bizdikdir. Oldu, sağ ol. Nədir? Məsələmiz həll olunur, Şöşü, yadındadır, sən şey demişdim, nar məsələsi. Hə. Buradan Rusiyyətə nar vurmaq məsələsi. Sən, mən sənə deyirəm, gəl düzəməlli bir işlə məşğul olaq. Sən tutmusan bunlardan, nar nədir? Qanqırasılıq salma da, gedək bir görə işimiz alınır, alınmır, ondan sonra başlayasan deyinməyin. Alınmayacaq da, Ayşəm, mən optun adamam, bu meyvə söhbətinlə tutarmışım, ay kişi, lazım deyil. Ay Şöşü, bilirəm dana, bilirəm. O oğlanların nəyindən əskiyik bizə, buradan vurub Rusiyyətə nar vururlar, pul qazanırlar. Biz də yavaş-yavaş bir yeşik, 2 yeşik, 3 yeşik, yavaş-yavaş sonra keçərik tırlara. Hə, indi gəldik Göyçay, hə, nə var? Gedək indi o müəllimlə görüşək, prosto indi bir yer təyin eləmək lazımdır da, görün onu hələ bir... Yer deyəndə bizim bu Göyçay ofisimiz yoxdur, gedək orada. Elə? Yadına düşmür, pullu vaxtı arendaya götürmüşdü. Ofisiz adı var, bunda, xəbərim yoxdur. Gəl. Şöşüdü şöşü, şəmidi şəmi, şöşüdü şöşü, şəmidi şəmi. Baxan adama ləzzət edir, şöşüdü şöşü, şöşüdü şöşü, şəmidi şəmi. Ofislərin sayını itirmişəm, ay Şöşü. Göyçayda bu cür ofisi qoyub sən Rusiyaya getmək istəyirsən? Ay Şöşü, söhbət ondan getmir. Bu dəqiqə, bu nar məsələsi elə bir məsələdir ki, bu dəqiqə ondan milyonlar qazananlar var. Başa düşürsən? Oğullar tanıyıram ki, bu dəqiqə Rusiyada sən nə qayırlar, qaz vurub qazan doldururlar. Bu dəqiqə pul nədədir? Bir nardır, bir də ikradır, всё. Yaxşı ki, danışma, nar vuraq. İndi biz durub gözləyərik, dinə bax, nar yetişəcək, gələcək Göyçaya, buradan maşına yükləyəcək, Rusiyyətə gedəcək. Özdə biz Rusiyyətə nətər gedəcək? Ayın axırı toya çağırıblar bizi. Nə toya? Bu lütfiyar yoxdur hamamda, kisəçi. Getmişdim hamama dincələm, qəşəng masaj elədi, kisələdi. Çıxanda da bir dənə dəvətnamə verdi ki, bax, səni gözləyirəm ha toyda. Bu kisəçi lütfiyar. İnsan nə qədər sırtıq olarmış, o 6-cı dəfədə evlənir, 6-cı dəfə. Bu boş bəkar olan kimi özünə toy eləyir, deyəsən. Yadında deyir, içmişdin sən özdə həmin toyda. 2-3 ay bundan qabaq olan söhbəti danışıram da sənə. Rüfət Axundov toyu aparırdı, gəldin mikrofonu götürdün əlinə, 2-3 dənə təpəsinə qoydun. Bu yadındadır da, sonra başladın, əməli başladın, segahdan tutdun, şura kimi, başladın oxumağa. Eviyyəsi də axırda gəldi, cibinə 1000 manat qoydu ki, Rüfət müəllim, çox sağ ol. Nə qədər içmişəmsə yadımdadır. Özdə, sən bilmirsən, bu lütfiyar, bu evlənməklə biznes qrupdur özünə. Nətər yəni biznes? Bu elə belə evlənmir, bu hər dəfə toy eləyir, gedib gəlinlə danışır ki, toy eləyirik, axırda yığılan pulun 50-50-yə bölürük. Bax, beləncini ayda 2 dəfə toy eləyir, pul qazanır. Elə biznes olur, güc danışırsan. Elə biznesdə kişi, müğənnilər də evlənir, eşitməmsən, televizorda göstərirlər, bu müğənni bu müğənnlə evləndi, zırt ayrıldı. Bunlar hamısı pul qazanmaq üçün da ayşə. Pul qazanmaq üçün? Mən elə bax, mən güz-güz. Bizdən ağlıba məni evləndirmək zat düşər. Şöşü, bir qulaq as da, bir axıra ki. Şöşü, yığışdır, o fikir var ki, ağlıma gətir. Şöşü, düz deyirlər, ideyadan çox ideya var. Sən bir qulaq as, bir xalan oğluna qulaq as. Gör nə deyirəm. Bu dəfə obursi toylarına çağırmadığın qohumları da çağıracaq. Nə danışırsan, məni sən 3 dənə arvad almışam, birini güclə boşamışam. O New Zealandiyadan qara neqr arvad almışdım mən. İkisini mən zülmlə saxlayıram. Nə danışırsan? Bir dəfə də evlən fisiyoda Şöşü. Məni yaddan çıxar. Ay kişi, nə danışırsan? Nətər çətin adamsan. Yaxşı, onda kimi evləndirək? Kimi evləndirək deyəndə fəlakəti. Kimi? Bu deyək fəlakəti. Yaxşı görək, mən gedib bu ağsaqqalı evləndirərəm, fəlakət evləndirmərəm. Cüzşeydir o, Ağsaqqal başqa, fəlakət başqa. Fəlakəti evləndirək, başı çatmır da. Kimdə ona gələn, ay Şöşü? Mən ona qız tapıram, sən nəyvə lazımdır? Öz birisini tapmalısan da, başqa kimi tapmalısan ki? Elə yox, gedəcəm, düşəcəm bütün barların canına. Deyəcəm, mən kim evlənmək istəyirəm? Puldan qatdan verəcəm, bir dənə qız tapacam da, fəlakətin də başı çatmır, bilməyəcək nə var nə yox. Həm də pul var, ortada. Özdə o yeyib içməyi də xoşlayan da, qəliyyə əməliyə başını alladarıq ki, gedək, sən yeyib içmək verəcək. Kim tam orijini? Harada yaxşı vəsfədə işləyənlər var, dəvətnamə, yollayıram, yığırıq, doldururuq zalı. Sənə adları yazacam, naloqbudur, sonra tamojindir. Pul yerdə işləyəm zalı. Oradan qəşəng dost tanışlarım var, onlara dəvət eləyəsən, yaxşı? Ceyhun müəllimə bir dənə deyəcəm ki, Ağsaqqal! Hadi yavaş, Yavaş elə. Yavaş. Qoza yaşında, nə gəlib özümü salmışam bu iştanqın altına. Ay ağsaqqal, nətərsən?
Sənin bu yaşında özünü bu dəmirin altına salan vaxtında düşəcək üstünə qalarsan altında. Məşq edirəm də. Hə. Məşq edirəm ki, bir də gördüm, indi bilmək olmaz da, gələcəkdə evlənmək fikrim oldu, toy eləmək fikrim oldu. Görüm o yükün altına girə biləcək. Ay, yalan danışma, o güləş salından gələn idi. Hə, yaxşı. Yalandan belə. Sual verə bilərsən ki, siz hara, bu məşq zalı hara? Hara, bu məşq salı hara? Yox da, yəni misal üçün deyirəm, hə. Biz inşallah bizim bir ideyamız var, köşkü ilə cızmışıq, plan qaralamışıq, bir xeyir iş planlaşdırırıq və o xeyir işdə ağsaqqal olmasın, kim olsun? Heç, ona görə də bəli, istəyirik Mənə ki... toy eləyirsiniz. Yox, ağsaqqal. Fəlakətə elə yüngülvari bir fiktivini toy eləmək istəyirik, amma öz aramızda qalsın, hə. Elə də. Yazıq şey, başı xarab şey. Yox, indi o vaxtı hə, o deyirlər, evlənəndən sonra ağıllanarsan. Deyirik bəlkə hə, bunda da indi alınar da, evlənəndən sonra adam olar. Ona görə də istəyirik ki, həmin toyun ağsaqqalı, ümumiyyətlə də hər bir şeyə nəzarəti sən eləyəsən. Yaxşı? Yox, gedim, ağsaqqal, siz maşinliklərə bir də heç vaxt inanmayasınız. Hə, ağsaq- Bir dəqiqə, sözümü kəsmə. Siz ikiniz babıqlılar, gəl satsız zaddarız, neyləyə, gələk ağsaqqalın başına alladaq. Yox. Keçən dəfə də məni toya çağırdınız, yadınızda, məni bambılı yerinə qoydunuz toyda, içirtdi, bu bığlı maşinlik məni içirtdi, stolun üstündə oynatdı, mənə düşüklüklər elətdirdi, çəkib qoyub YouTube'a. Sonra deyirlər ki, ağsaqqalın, o nədir, yaşlı yavaşlar, Ağsaqqal. Bunu bilmirsən, it oynadan şeydir. Bu biraz içəndən sonra cahamatla başlayır məzələnməyə, amma səndə də günah var. Soruş nəyə görə? Nəyə görə? Çünki bax, ağsaqqalına, ağsaçına yaraşmayan hərəkətlər eləyirsən. Ərəbski rəqsi qoymusan, gedib Şadlıq Sarayının sütunlarına sürtünə, göyə indi sən striptiz göstərirsən. Sənə yaraşar heç olmasın. Utanmırsan sən. Mən piyan olmuşam, xəbərim olmur. Gəlirsən, yeyirsən, içirsən, rəqs eləyirsən, sonra orada operatorlara... Orada operatorlara tapşıracağım ki, bəy gəlindən çox ağsaqqalı ürəyin içinə sal çıxar. Bax, bütün bu... Kimin toydu? Bax, toy kimin toydu? Bəs Pəlinin də bizim O başdan, yox, onu lazım deyil. Ağsaqqal. Bilir daha toya gedir. Bir dənə bizə bax elə, vitvasonumuza bax bizim. Gör kimlər gəlib sənin yanına. Maşinliklər gəlib, kimlər gəlib, 2 dənə başdan xarab gəlib ki, ağsaqqal, nəsə xeyriniz var. Siz yenə bu toydan nəsə xeyriniz var. Mən sənin gözlərindən görəm sənin nəsə xeyrin Biz var. gedərdik başqa adamın yanına da. Sən bizim babamızsan, sən bizim böyüyümüzsən, ağsaqqalımızsan. Mən orada şərtim var. Öz mənə təzəlikcə bir daha balaca mini toylar üçün kanister bağışlayırlar. Mən onunla gəlmək istəyirəm. Mən yer axtarırdım, çox kanister. Ay, qanqaraçılıq salma, toydu, toy. Qanqaraçılıq yox, lazımsa az qoyaram benzin, amma o kanisterdən gəlim. Yaxşı, ağsaqqal 5 gündən sonra toydu. Yaxşı? Hə, davay, gözləyəcəyik. Mənə kömək elə, bir iki daha da. Gücüm qutardı. Ay, maşinliklər gücüm qutardı. Ay şəmi söhbət həll eləyir, fəlakət həla deyir. Şoşu da qoşulub şəmiyə, dolanıb kef eləyir. Ay şirin balcımilər hara getdi, ağsaqqalın sözünü kim eşitdi? Adını qoydular Bozbaş Pictures, əhvalatlar beləcə davam etdi. Bana deyin gəlirsiniz, bana deyin gəlirsiniz. Bu nə Bana lan? niyə Bunun deyirsiniz gəlirsiniz? bunun otağına Xəbər eləyin ki, zadına. gəlirəm. Alo. Mən dostlarım gəlib ora, Şəmi ilə Şoş, onları bıraq içəri. Gəliblər, dostlarım, Şəmi ilə Şoşu. Tupoy, səninlə köşü bizik. Elə bildim ki, qapıda qalmısınız, qapıda qalın. Məndə kamera zad var, otaqda kamera zad var məndə. Xoş gəlibsiniz, yaxşıyam. Gələ işlə məşğulam, burada oynamıram mən, gəl işlə məşğulam. Buralardı bu, nə ofisdir bu? Deməli işsən, Şəmi. Hə. Bunları deməli... Şəmi oldu, mən köşüyəm. Qulaq asın, bunları deməli, bu müalicə üçün gəlirlər mənim yanıma da. Bir problemi olan, bir də görsən var da, həyatda tupoy insanlar var axı, tupoy insanlar başa düşmürlər düzələ. Bu zəli ilə mən onları müalicə edirəm də. Müalicəvidir. Sən Nurşeni zəli ilə qurbağanı ayıra bilmirsən deyən ki. Yox, zəlidir. Sən eşsən gəl mənim yanıma, Bir müalicədən keç, kursdan keç, görəsən ki, bunlar zəlidir. Yeyirsən, nətər müalicə edirsən? Müalicə edirəm də, bunları qoyuram belinə bu zəlləri. Gəzir eləyir bütün günü də, O gəzib eləyəndən sonra müalicəvidir, onlar orada müalicəvi. Bu əməlli başdan xarabdır ki. Eşidirsən? Şəmi əminlə, köşü əmin gəlib sənin yanına. Bilirəm də, bu qapıda deyim bıraxsınlar, bu qapıda. Tupoy, Şəmi əmin səni evləndirir. Lap yaxşı evləndirsin də. Qulaq as, mən evlənməmişdim ki. Yox,
Nə deyirəm? Sənin toyunu biz eləyirik. Toyunun sponsoru bizik. Şəminən şöşüdür. Biz sənin üçün toy eləyirik. Şöşü sənin üçün qəşəng bir indi qız tapır. Bəy olacaq toyda, bəy olacaq. Bəy sənsən tupoy. Bəy də mən olacam, toy da mənimdir. İkisi bir bunu mən yerdə. nə tələb Ay fəlakət. Bir başını qaldır, adamsan da qulaq as. Sən prosta gəlirsən toyda. Əsas nə lazımdır sənin? Yer içmək lazımdır. Əsas yeyib-içmək toyda o. Qəlyan istəyirsən qəlyan. Toyda qəlyan olur da, Ay sağ toyda ol. qəlyan istəyirəm. Sənin qəlyanını alırıq, sənin yer içməyini alırıq. Ay sağ ol. Oynamaqdır, diskotekadır, gəlindir, hamısı bizdə. Enerji- Yox, hamısı sizlik düz gəlmir. Onda gəlin belə eləyək də. Onda gəlin belə eləyək. Toy eləmək sizlikdir. O qalan işlər var ya, arxada deyir o qalan işlər. Onlar da mənlik olur. Hə, də onlar da- Toy mənim toy da. O düz gəlmir. Yaxşı, tək bir hər cavabı denə. Hə. Biz gedək ucuz yavaş-yavaş dəvətnamələri yazaq, Ay, qonaqları sağ ol. çağıraq. Mən olmalıyam da, toyda olmalıyam. Bəy sənsən də gedib gəlin gətirəcəyik. Yox, eşsən. Ay, mənim işim tökülüb qalıb burada. Mən o gəlinin ayağına gedənmərəm. Gəl belə eləyək, danışaq. O gəlin gəlsin bizdən məni götürsün. Tupoy. Hə. Elimizin adəti var, ənənəsi var. Bəy getməlidir, gəlini götürməlidir, gətirməlidir restorana, vağzalı çalınmalıdır. Həm qızı alacağam, həm də ayağına gedib o qızı gətirəcəm. Gəlsin evə, mənim işim var. Gəlsin, evi deyərəm orada. Gəlsin götürsün məni, evdə olur. Yaxşı, hə, yaxşı. Fəlakət. Hə. 5 gündən sonra toydur, yaxşı?